Qədim tarixə malik Şəki bu gün də sənətkarlıq ənənələrinin yaşadıldığı nadir şəhərlərdəndir. Minilliklərə söykənən bu mədəniyyət ocağında hazırda 20-yə yaxın sənət növü qorunur və inkişaf etdirilir. Təkəldüz və keçəçilik isə bu zəngin irsin ayrılmaz hissəsidir. Vəfa və Aysel Mustafayevalar artıq 30 ilə yaxındır ki, bu sənətin sirlərini öyrənir, eyni zamanda onu təbliğ edirlər. Onların emalatxanası Yuxarı Baş Tarix Memarlıq Qoruğu ərazisində yerləşən sənətkarlar evində fəaliyyət göstərir. Atam bizə bu sənəti öyrədibdi. Ancaq təəssüflər olsun ki, atam bu sənətkarlıqla məşğul olmamızı görmədi. Başladıq çoxlu işləməyə, yəni biz tikdik, qurtardıq demədik. Biz başladıq bu sənətin kökünü öyrənməyə. Vəfa xanım deyir ki, pandemiya dövrü onların yaradıcılığında dönüş nöqtəsi olub. Ev şəraitində daha çox düşünmək və axtarış aparmaq imkanı qazanan bacılar yeni ideya üzərində çalışıblar. Nəticədə keçəçilik sənətini bərpa edərək onu təkəldüz ilmələri ilə birləşdiriblər. Qısa zamanda bu yenilik xarici ölkələrdə də maraqla qarşılanıb. Fransanın Kolmar şəhəri ilə Şəki şəhəri arasında qardaşlanma xartiyası imzalanmışdı və ora məni dəvət eləmişdilər. 3 dəfə 40 gün olaraq mən orada Azərbaycanı və təkəldüz sənətini təbliğ eləmişəm. Keçə sənəti ilə, məsəl üçün Macaristanda iştirak eləmişəm, ondan sonra Türkmənistanda iştirak edəndə gördüm ki, bütün türk ölkələri orada iştirak edir və orada çadırlar qurulubdur. Çadırlar da keçədən qurulubdur. Siz inanın ki, mən ora keçələri təkəldüzə aparanda çox xoş oldu. Çünki başqa türk ölkələrində motivli, personajlı, keçə üzərində işləmə əl işləri yoxdur. O yalnız demək olar ki, bizim Azərbaycanlıdır. Emalatxanada diqqət çəkən məqamlardan biri də sənətkarın qonaqlarla ünsiyyətidir. Vəfa xanım gələn ziyarətçiləri bir neçə dildə qarşılayır. İngilis, rus, türk, fransız və alman dillərində sərbəst danışır. Son zamanlar isə ərəb dilini də öyrənir. O, xarici qonaqlara yalnız əl işlərini deyil, həm də Azərbaycanın tarixi və Şəkinin memarlıq irsi haqqında məlumat verir. Müasir texnologiya dövrüdür. Sənətdə də hər bir şey inkişaflı, zövqlər müxtəlif olur. Ona görə də biz çalışırıq ki, zamanənin və texnologiyanın sürəti ilə bərabər biz də sənətdə daha da inkişaf eləyək, daha da maraqlara uyğun, yəni əl işləri işləyək. Gələcək planlarından danışan sənətkar qeyd edir ki, yaradıcı insan daim axtarışda olmalıdır. İndiyədək ondan çox ölkədə keçirilən tədbir və festivallarda iştirak edən Vəfa Mustafayeva artıq dünyanın 20-dən çox ölkəsindən dostlar qazanıb. O bildirir ki, sənət həvəskarlarının marağı onu daha da ruhlandırır. Bu səbəbdən təkəldüz və keçəçilik sənətlərində öz üslubunu inkişaf etdirərək yeni əsərlər üzərində işləməyə davam edir.